Mən Qasım Kərimov elmə atlanmış ömrümü sizlərlə paylaşıram. 1930-cu ildə Gəncənin mübarək torpağında dünyaya göz açdım. Ömrüm sanki bir dərin okean kimi elmlə, mədəniyyətlə, vətənlə dolu idi. Bəzən durub fikirləşirdim, necə oldu ki, bir ömür boyu Gəncəmin küçələrindən Viyananın konferans zallarına, Bakının universitet auditoriyasından Moskvadakı elmi zirvələrə qədər uzandı bu yol. Bu yol sadəcə bir alimin yolu deyildi. Bu yol bir vətəndaşın, bir atanın, bir müəllimin yolu idi. Təhsilimi Bakıda iki möhtəşəm fakültədə başa vurdum. Şərqşünaslıq və jurnalistika. Ərəb, fars, türk, ingilis dillərini öyrəndim. Bu dillər mənə şərqin qapılarını açdı. Sonra yolum Moskvaya düşdü. Asiya Xalqları İnstitutu. Orada öz sahəsinin dərin bilicisi Yevgeni Belyayev kimi alimlərin rəhbərliyi altında İslamşünaslığın sirli dünyasına qədəm qoydum. Bu sadəcə bir elm sahəsi deyildi. Bu min illərin tarixini, mədəniyyətini, fəlsəfəsini öyrənmək idi. Mənim elmi fəaliyyətimin mərkəzində İslamın iki mühüm qolu dururdu: sufizm və şəriət. Sufizm İslamın mistik estetik qolu, mənəvi axtarışların möcüzəsi. İlk dəfə olaraq Rus elmində bu mövzuya toxundum. Şərqin dərin fəlsəfi fikirlərini, mötəbər İslam alimlərinin əsərlərini tədqiq etdim. Sonra gəldi şəriət. İslamın sosial həyatı tənzimləməyən qanunları. Bu sahədə yazdığım fundamental əsər o dövrdə Sovet İttifaqında İslamı elmi mövqedən izah edən yeganə kitab idi. Mən inanırdım ki, İslam sadəcə bir din deyil, bir həyat tərzidir. Müasir dünyanın problemlərinə cavab verə biləcək bir qanundur. Mənim qələmim heç vaxt susmadı. Bu sadəcə yazmaq deyildi, bu dünyaya mesaj idi. Rus, fars, türk, ərəb, ingilis, Azərbaycan, Balqar dillərində 300-dən çox elmi əsər, məqalə nəşr etdim. Mən İslamı təkcə bir din kimi deyil, həm də ictimai-siyasi həyata təsiri olan, dövlət və siyasətlə bağlı dərin təlimləri olan bir sistem kimi öyrəndim. Mənəviyyatla elmi birləşdirməyə çalışdım. Mən inanırdım ki, elm millətləri bir-birinə yaxınlaşdıran körpüdür. Dil bariyerlərini aşaraq dərin bilikləri hamı ilə bölüşmək bu mənim elmi missiyam idi. Hər bir əsərin, hər bir dili dünyalara açılan qapı idi. Bütün bu illər boyu fərqli coğrafiyalarda, fərqli ölkələrdə çalışsam da, qəlbimin bir parçası hər zaman vətənim Azərbaycanla idi. Orada yaşayırdı. Mənim üçün ən böyük mükafat mənim elmi və ictimai fəaliyyətimə verilən qiymət idi. Rusiyada, xüsusilə Kurskda aldığım təşəkkürlər, medallar isə sadəcə bir fəxriyyət deyil, həm də böyük bir məsuliyyət idi. Mənim mənəvi irsimi yaşatmaq, onu gələcək nəsillərə ötürmək məsuliyyəti. Mənim üçün elm yalnız intellektual fəaliyyət deyildi. Elm həm də əxlaq idi. Dürüstlük, təvəzzökarlıq, vətənə sədaqət, bunlar elmin ayrılmaz hissəsi idi. Mən həmişə gənc nəslə tövsiyə etmişəm ki, elm yolunda irəliləyərkən insani dəyərləri unutmasınlar.
mənim əsərlərim, mənim yaradıcılığım əgər kiməsə yol göstərə bilsə, kiməsə vətəninə, elminə, mədəniyyətinə olan sevgini aşılaya bilsə, demək mən ömrümü boşa yaşamamışam. Yaşadığı dövrdən neçə min il qabaq dünyada olan bu yeni il təqvimi nətər oldu ki, bu İslam bütün yaxın və orta şərq ölkələrində olan xaçpərəstlik, butpərəstlik, atəşpərəstlik dinlərinə qalib gəldi. Lakin Novruz bayramına toxunmadı və bugün də əlhəmdülillah ki, biz Novruz bayramını gözəl bir bahar bayramı kimi, gözəl bir adət-ənənəmiz kimi onu yaşadırıq. Mən bu dünyadan köçsəm də, mənim toxuduğum toxumlar gələcək nəsillərə yetişəcək. Mənim əsərlərim, mənim ideyalarım, mənim öyrətdiyim dəyərlər, bunlar heç vaxt yox olmayacaq. Mənim həyatım sadəcə bir alimin həyatı deyil, bu elmə, vətənə, insanlığa xidmət yoludur. Mənim xatirəm, mənim övladlarımda, nəvələrimdə, tələbələrimdə, mənim əsərlərimdə yaşayacaq. Necə ki, ulduzlar gecədə öz nurunu saçıb, hər zaman yol göstərir.